Samer, vaxtınız xeyir olsun. Mən Adgözəl Akşin, insan mütəxəssisi. Çox qısa bir video olacaq. Bilirsiniz, insan psixologiyası ətraf mühitdən dəyişkəndir. Kənar faktorların təsiri olur. Məsələn, birini travma altına salan şəxslər olur, ya ailə quranda, ya ailəsi daxilində. Yəni, biri var ər-arvad, biri var ki, anası, atası. Və insanlar heç zaman pis olduğu şeylərin qarşı tərəfin təbii ki, onlara vurduğu ziyanı qəbul etmirlər, edə bilməzlər. Niyə? Çünki bəzən sən səhvi dərk eləsən, günahkar olduğunu hiss etsən, bəlkə də travma vurulan insan az da olsa ürək rahatlığı əldə edir. Və insan psixologiyası hər zaman bu kimi faktorların təsirindən o dərəcədə bəzən əvvəlləri gözəl qurduğu xəyallar olur, hamısı puç, sıfır pis. Və nəticə etibarilə yenə diqqət mərkəzinə düşdüyü şeylərə, hansı ki, karyerasına, ailə qurmasına diqqət ayıra bilmir. Müsbət tərəfdən mənfidən müsbətə doğru fikir yönəldə bilmir. Çalışın bu tipdə